Ağdaşda musiqiçilər arasında düşən dava sonda qanla bitib. Məclis üstündə düşən narazılıqda ortaq məxrəcə gələ bilməyən tərəflər bıçağa əl atıb. Hadisə ötən gün rayon ərazisində qeydə alınıb. 60 yaşlı Əhmədiyyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. Bıçaqlanan şəxsin rayonda fəaliyyət göstərən müğənni, hadisəni törədənin isə gitar ifaçısı olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə tərəflər uzun illərdir bərabər çalışır və aralarında indiyədək heç bir söz söhbət olmuyor. Əhmədiyyə Qurbanovun insident zamanı sərxoş olduğu deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspedisiya təyin olunub. Faktla bağlı araşdırma davam etdirilir. Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Yusif Hüseynova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Əhmədiyyə Qurbanov saxlanılıb. Zərər çəkmişin xəsarətləri ilə bağlı məhkəmə tibbi ekspertizası təyin olunub və hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir. Xəstə 7-si 5-ci ay 2025-ci il tarixində saat 00:50 radələrində bir nəfər kişi cinsli Ağdaş rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizə olunub. 1972-ci il təvəllüdlü şəxsə sol qabırğa altı nahiyənin sol saydın bayır səthinin bel nahiyəsinin kəsilmiş, deşilmiş yaralar diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən şəxs cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Aqil Əsədov, Nilufər Qəhrəmanova, Ağdaş.